Değerli dostlar, xoş gördük sizləri. Sizlərə bu günləri Bakı-Sumqayıt yolunun Mərkəzi Abşeron xəstəxanasının arxa tərəfində bütün yaşayış obyektlərinə yaxın bir məsafədə 2 mərtəbə 4 otaqlı, kupçalı sizlərə həyət evi təqdimat edirəm. Evin ümumi fasad görkəmi ilə sizləri tanış edirəm. Modern üslubda inşa olunmuş həyət evi 125 min manata satışa çıxarılıb. 4 otaqlıdır. Həyət yanı sahədə ağaclarına kimi əkilib, hazır bir vəziyyətdədir. Gecə həyət yanının sahənin işıqlandırılması üçün plafonlarına kimi qoyulub, hazır bir vəziyyətdədir. Yerdən 6 daş kürsüdə inşa olunub, padval sahəsinə giriş xodu. Dəyərli dostlarımız 4 bir tərəfə xodu qoyulub, hazır bir vəziyyətdə gülçiçək əkmək üçün yerlərinə kimi var. Mərkəzi giriş darvaza pultla idarə olunan jalüz qapı və kaletka qapı. Həyətinə 2 ədəd avtomobil daxil etmək mümkündür. Həyət yanı sahədə kanalizasiya sisteminin xəttinə kimi çəkilib hazır vəziyyətdədir. İstilik sistemi kombidir. Kombinin aparatının yerləri bura düşünülüb, qoyulub, qazı suyu işığı çəkilib hazır bir vəziyyətdə. Tam köç yaşa. Bismillah ilə evin içi ilə tanış olaq. Dəyərli dostlarımız, lazım olan materialların hamısı evin içərisində işlədilib hazır bir vəziyyətdədir. Elektrik qutusudur, bütün otaqların işıqlarını yandırıb söndürmək üçündür. Tavan sahəsi monolit beton spot lampalarla işlənilib. İkinci mərtəbəyə qalxan taxta pilləkənlər çox gözəl dizayn edilib. Çırçıraqlarına kimi bağlanılıb hazır bir vəziyyətdə. Keçək evin qonaq otağı ilə də sizləri tanış edeyim. Şəbəkə qapılar qonaq otağına yığılıb. Modern üslubda inşa olunmuş pəncərə öz həyətyanı sahəsinə baxır. Böyük bir kvadrata malik qonaq otağı mövcuddur. TV-ventin yerinə kimi düzəldilib hazır bir vəziyyətdə. Tavan sahəsi spot lampalarla işlənilib dəyərli dostlarımız. Spot lampaları da yandırın. Bir daha geniş bir şəkildə gizli işıqlarla yığılıb hazır bir vəziyyətdədir. 125 min manata kupçalı olaraq satışa çıxarılıb. Mətbəx sahəsidir. Mətbəxin pəncərəsinin qarşısı tamamilə açıq bir vəziyyətdə. Mətbəx mebelinin yerləri və aksesuarların xətlərinə kimi çəkilib tam hazırdır. Tavan sahəsi çox gözəl xırda spot lampalarla işlənilib. Hər mərtəbənin özünə məxsus sanitar qovşağı mövcuddur. Duş kabin üçün yerinə kimi düşünülüb. Cüt daşla inşa olunub. Pəncərənin qarşısından da bilinir. Duş kabinin yeri və aksesuarların xətlərinə kimi hamısı çəkilib. Pilləkənlər altı kladovkadır. Artıq əşyaları yığmaq mümkündür. Ümumilikdə evimiz 2 mərtəbə 4 otaqdan ibarətdir. 055 291 35 65 mənim əlaqə nömrəmdir. Buyurub sən gedə bilərsiniz. Pilləkənlərdən qalxanda solda yerləşir ikinci mərtəbəyə məxsus sanitar qovşaq. İlk öncə burayla tanış olaq. Hər mərtəbənin özünə məxsus sanitar qovşağı mövcuddur. Çox gözəl dizayn edilmiş, asma tavanla yığılmış sanitar qovşaq.